Bakıda dostumun daha çox xalq arasında fin tipli kimi tanınan evi olub. Həmin əmlak faktiki olaraq fərdi yaşayış evi olsa da, sənədlərdə mənzil kimi yazılmışdı. Dostum 2002-ci ildə bu mənzili söküb, yerində fərdi yaşayış evi tikdi. Bununla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən sərəncam da aldı. Amma ötən illərə kimi bu sənəd əsasında çıxarış ala bilmirdi. Çünki qanunvericilikdə müvafiq sərəncamlar əsasında çıxarışın verilməsi nəzərdə tutulmamışdı. Lakin hazırda yaşayış evi tipli, xalq arasında daha çox fin tipli kimi tanınan mənzillərin sökülməsi və yerində fərdi yaşayış evinin inşasına dair yerli icra hakimiyyəti orqanları tərəfindən 10 avqust 2004-cü ilədək verilmiş qərarlar hüquqi əsas kimi tanınır. Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 444 nömrəli fərmanında öz əksini tapmışdı. Evi ilə yanaşı, onun yerləşdiyi torpaq sahəsi üzərində də qeydiyyat aparılacaq. Belə ki, əgər həmin tikinti icra hakimiyyəti ilə razılaşdırılmış layihəyə əsasən həyata keçirilibsə və layihədə torpaq sahəsinin ölçüsü göstərilibsə, torpaq sahəsi həmin ölçüdə qeydiyyata alınacaq. Layihə yoxdursa və ya layihədə ölçü göstərilməyibsə, hüquqların qeydiyyatı aparılarkən tikilinin yerləşdiyi torpaq sahəsi, yəni tikinti altı əsas götürüləcək. Qeyd edək ki, bu sənədlərin arxivdə əsası olmalıdır.